Aha, başlayalım. Aha. Bir daha hoş gördüm herkese. Akşamınız hayırlı olsun değerli hanımlar. Değerli Livgood ailesi her birinize bugün muhteşem məhsullarımızdan tanışacağım ve inanın ki artık bir ildir burada çalışıram Livgood şirketinde ve inanın ki məhsulları hakkında eşitdikcə, məhsullar hakkında yani hanımlar danışdıkça, onların keyfiyyətləri hakkında danışdıkça ve ben artık karar aldım ki ben de Livgood məhsulunu mütləq alacağım. Və eləcə də aldım. Baxın, belə bir qablaşmada məhsullar mənə gəlib bugün. Və ilk öncə bildirmək istəyirəm ki, bu məhsulları əslində 10-15 günə gəlir bizə birbaşa Amerikadan. Dedim ki, ümumiyyətlə Livgoodun bir neçə yəni ölkələrdə ambarları var. Bizə isə məhsul Almaniyadan gəlir. Daha yaxın olduğu üçün, yəni Almaniyadan birbaşa bizə məhsullar gəlir. Və bundan əlavə mən bunu poçt vasitəsilə vurmuşam. Biz məhsulları iki variantda vura bilirik. Birbaşa poçtdan da vura bilirik öz kabinetimizdən və yaxudsa Dynamics-dən də vura bilirik. Və poçtdan vurarkən mən məhsulları vurmuşdum və o izləmə hər bir şey, yəni açıq, aydın hər şey gəlir bizə. Və orada mesaj da gəlmişdi mənə, məhsulum kömrükdə durmuşdu və təbii ki, Glavna kömrükdən söhbət gedir. Və mən bir ayda burada oturub gözləyirdim məhsulu və burada poçta mənə dedilər gələcək. Və sonra aydın olundu ki, mənim ora getməyim lazımdır və bugün mən elə ora getdim. Niyə bunu deyirəm? Yəni biləsiz. Ora getdim, çox belə gözəl də qarşıladılar məni və hansı ki səbəbini mən soruşdum. Nədir səbəb? Yəni məhsulumun niyə mən istəyən poçta gəlməyib və onlar dedi ki, mütləq alarkən bəyannamə olunmalıdır. Və mən də elə orada bəyannamə edərək, elə onlar mənə kömək etdilər, bəyannamə etdik. Yəni poçtla olsa da belə bəyannamə mütləqdir. Yəni bunu hər kəs bilsin. Əgər ola bilər mənə məlumat gəlməmişdi. Mənə mesaj gəlsə də belə bəyannamə üçün məlumat gəlməmişdi. Və sonra oradan başa saldılar ki, o bəyannamə məlumatı sizə gəlməsə də siz özünüz onu girib o bəyannaməni etməlisiniz ki, sonra biz sizə rahatlıqla məhsulu göndərək. Yəni başqa heç bir problem yox idi. Əsas məsələ o idi ki, çox rahatlıqla bizim məhsulları orada bir-bir də adlarını da çəkdilər. Yəni Livgood məhsullarda olan məhsullarda dedilər və bu şəkildə mən rahatlıqla məhsullarımı götürüb bugün gəldim. Və demək mən burada nə məhsullar vurdum? Gəlin indi keçək məhsullar haqqında danışaq. Hansı ki bu məhsulları demək mən dəst şəklində vurmuşam. Bilirsiniz ki məhsullarımız həm dəst, həm tək-tək də vurmaq olur saytımızda. Və bu məhsulları mən dəst şəkildə vurdum. Həm dəst şəkildə daha münasib gəlir. Həm yəni büdcəmizə uyğundur, həm də ki artıq elə bir ki orada özləri nəyi ilə istifadə edə bilərik. Və mən həm vitamin kompleksi vurmuşam. Baxın, düşünün belə bir probiotik bu bağırsaqlar üçündür. Və baxın belə bir belə ümumi göstərim. Baxın 5 dənə məhsul vurmuşam. Baxın bu 5 dənə məhsul əlimə yerləşmir. Və bu 5 məhsul haqqında bugün sizinlə danışacağım. Bunlar vitaminlərdir. Bu dəst şəklində vurmuşam mən bu məhsulları. Hansı ki bu 5-i də bizim həyatımızda, yəni bizim organizmimizdə çox mühüm olan, yəni yerləri mühüm olan bir məhsullardır. Hansı ki ilk öncə elə baxın bu probiotikdən danışaq. Ümumiyyətcə bu günləri hər bir kəs mədə bağırsağında mütləq problemlər var. Niyə? Yediyimiz məhsullar, yəni içdiyimiz hətta sular belə hər biri bu günləri mədə bağırsaqlarımızı o qədər ziyan edir, o qədər yəni faydasız məhsullardır ki, satışda, mağazalarda, yəni hər bir şey, yəni elə bir şey yoxdur ki, yəni ki, nəsə olunmasın da. Ona görə bu da bizim təbii ki, səhhətimizə əsasən də bütün insan bədənində sağlamlıq birinci mədə bağırsağından başlayır və birbaşa mədə bağırsaq da beyinlə əlaqəlidir və bunlar hamısı bir-birini tənzimləməlidir. Və bizim mədə bağırsağımız təmiz olmasa, biz nə qədər məhsul belə istifadə etsək, yəni hətta belə bax preparatlar olsun, bu cürlə qida əlavələri olsun,
onun bizə faydası olmayacaq. Çünki mədə bağırsaq artıq öz florasını itirib, belə deyim. Və onun üçün bax bu probiotiki mən aldım və bilmirəm, indi bunu siz də bəlkə hiss edirsiniz, etmirsiniz. Mənim özümdə allergiya var, güclü allergiya yaşamışam. Artıq 6-7 ildir bunun əziyyətini çəkirəm. Şükürlər olsun, özümə, yəni ki, yavaş-yavaş bunu bədənimdə təmizləyirəm. Çünki allergiya xəstəlik deyil. Allergiya yediyimiz nələrdənsə yaranan bir prosesdir. Və mən o allergiyanı ən çox ağ çörəkdə özümə qarşı gördüyüm üçün və bugün mən ağ çörəkdən imtina etmişəm və çox xoşbəxtəm. Sizə də tövsiyə edirəm ki, ağ çörəyi qırağa qoyun. Yəni, ağ çörəkdə olan o bir maddə var, gluten. Bax, o gluten insanın mədə bağırsaqlarımızı məhv edir. Ona görə o gluten indi bugün tək yəni çörəkdə deyil də, yəni biraz izləsək, dinləsək, gluten bugün bütün yeməklərə vurulur. Bütün, nə bilim, makaron, hər bir şeylərə, yeyintilərə vurulduğu üçün ona görə bədəndə glutenin çoxluğu insanın səhhətinə pis təsir göstərir. Və baxın, bu məhsul mənim üçün bugün çox əlverişlidir və mən bunu istifadə edəcəm. Təbii ki, mədə bağırsağımı daha da tənzimləmək üçün, daha da, yəni ki, düzgün, necə deyirəm, mədə bağırsağım düzgün istifadə işləsə, düzgün yolunda olsa hər bir şey və mən daha da sağlam olacağım. Daha da, bax, üzümüzə yansıyır, bizim bağırsaqlarımızdakı olan problemlər bizim üzümüzə yansıyır. Ümumiyyətcə, hər bir orqanımızda nə baş verirsə, birinci bizim üzümüzdə o təsir göstərir. Ona görə dağlarımız çox qaydada olmalıdır. Onun üçün də bax, probiotik bu bir qida əlavəsidir. Yəni, bu bir dərman preparatı deyil. Bu sadəcə bir qida əlavəsidir. Sadəcə lazım olan mineralları bərpa edir. Yəni, bağırsağımızda olan floralar var. Onlar bir neçə qat olur və bunu təbii ki, araşdırmalar nəticəsində bu məlumatları sizə verir. Və bu məhsul o floraları bərpa edir, zədələmiş floraları. Və ondan sonra, deməli, bunu içdik. Bundan sonra, demək, bu dərs kimi, demək, mənim bir də multivitamin istifadə edəcəm. Hal-hazırda bu üçlü dəsti bir yerdə istifadə edəcəm. Multivitamin və bir də faktor 4. Bu üçünü bir istifadə edəcəm. Onun üçün deyirəm sizə də, bəlkə kimsə istifadə edirsə bu şəkildə etsin. Demək, multivitamin. Burada, səhv etmirəmsə, burada 12 növ vitaminlərin tərkibi var. Yəni, bütün vitamin kompleksinin tərkibi var. Bədəndə çatışmayan hansı minerallar varsa, vitamin mineralları, hər biri bax, burada lazımı qədər, yəni aşırı dərəcədə də deyil, bizə bədənimizə lazımı qədər olan vitaminlər var ki, biz bunu sadəcə multivitamin sayəsində, bütün bu keyfiyyətli vitamin sayəsində əldə etmiş oluruq. Təbii ki, indi orada saytda yəqin ki, göstərilir. İndi mən sizə burada qoy baxım, burada əslində olmalıdır. Qaymədə, qiymətləri də qoydum. Baxın, belə bir qaymə də göndəriblər mənə. Qoy görün, burada oxuya bilsəm, deyəcəm sizə. Ultramagnezium, budur, organik, bioaktiv vitamin, faktor 4, bir də Tək magnezium axtarırsınız, necərəm? Multivitaminin qiymətinə bir dənə baxaq. 12.95-dir hazırda, səhv eləmirəmsə. Multivitamin burada, multivitamin burada 12.95, bəli. $11 mənə göstərir. 12.95, bəli. Amma burada 11.99 yazılıb. Yəqin $1 dəyişiklik var. Yeni ildən biraz qiymətlərdə $1-2 fərq var. Eynən, keçən ay başqaydı. Axşamınız xeyir. Cəmilə xanım, siz kompleks vurduğunuz üçün, ona görə, yəni dəst vurduğunuz üçün daha münasib qiymətlə gəlib sizə. Düzdür. Yəni tək-tək vurmaqdansa, xanımlar, bizə orada çox gözəl dəst şəklində məhsullar təklif olunur. O daha sərfəlidir. Bax, yəni Anlattığınız üçün mən bu 5-li dəsti mən də dəst sifariş eləmişdim, çox münasib qiymətlə gəlir.
Bəli, dəst şəkildə 60 dollara almışam, amma 10 dollar qabaq düşmüşdüm və onu bilirəm ki, orada baxmışdım məhsullara. Elə ona görə də qiymətə baxıram, burada 11 dollar 99 sent göstərir bu multivitamin. Və bu multivitaminin dediyim kimi tərkibində 12 vitamin kompleksi var və bədənimizə lazım olan hər bir mineralı biz buradan alırıq. Və bunu da yemək kimi istifadə edirik. Yəni bu dərman preparatı deyil. Sadəcə bir dənə də götürün bundan için. Yəni yemək arası bir dənə için. Bu da bir yemək qida əlavəsi kimi o yeməyin arasında hesab edin ki, bir konfet kimi, bir nə bilim, yemək kimi bunu da içdiniz. Hansı ki, yediyiniz yeməklərdən biz bunları almırıq. Bugün bilirsiniz ki, Azərbaycanda ümumiyyətcə heç bir təbiətdən belə alınan şeylərə müdaxilələr var. Yəni heç biri təbii deyil. Ona görə bu məhsullarla biz həmən təbii şeyləri əvəz etmiş oluruq. Demək, bu 2 məhsul və bir də faktor 4. Bu 3 məhsulu mən bir yerdə istifadə etdiyim üçün birinci bunları deyəcəm. Faktor 4 də hansı ki, faktor 4 də burada elə faktor 4 də 11 dollar 99 sentə gəlib mənə. Demək, bu faktor 4 nə üçündür? Bu faktor 4 bədənimizdə olan vaspolen, yəni soyuq dəymə, iltihab prosesləri var ki, hər birini aradan qaldıran möhtəşəm bir məhsuldur. Düşünün ki, möhtəşəm bir məhsul. Yəni, bunu alanlar deyir, bunu istifadə edənlər deyir, mən demirəm və bugün isə mən də özümə almışam və mən də o insanlara güvənmişəm, özümə almışam və inşallah mən də sizinlə bölüşəcəm bütün yəni ki, gedişatlarımı. Hansı ki, istər bədənimizin hər hansı bir yerində iltihabi proseslər, revmatizma, polartrit, bax, şəkər xəstələri üçün belə, bax, bu məhsul, bu qida əlavəsi faktor 4. Çox gözəl bir önəm daşıyır, çox gözəl bir keyfiyyət verir bizə, yəni möhtəşəm bir enerji verir bizə. Və bu cürna, yəni faktor 4-ü də Cəmilə xanım, sizin sözünüzdə qüvvət. Mən onu da əlavə qeyd eləmək istəyirəm ki, faktor 4 dünyada yeganə bir məhsuldur. Yəni dünyada belə bir ikinci məhsul yoxdur. Yəni bu doğrudan da böyük göstəricidir ki, belə bir məhsul tək bizdədir bu tərkibdə. Yəni bu deməli 4 iltihab əleyhinə maddə var. Balıq yağıdır, zərdəçaldır, kyon idi, bir də sarımsaq. İlk və yeganə iltihab əleyhinə idarə etmə əlavəsidir ki, iltihaba nəzarət olmağı və yeri o iltihabı geridə qoymağa kömək edir orqanizma. Yəni çox güclü, çox möhtəşəm bir məhsuldur və belə bir qiymət. Möhtəşəm. Qiyməti bu tərkibdə olan deməli digər şirkətlərin məhsulları 56-58 dollardır, amma bizdə isə 19.95-dir. Bəli. Mən də öz fikrimi bildirmək istəyirəm liderlər. Bu arada axşamınız xeyirli olsun. İltihabdan çox əziyyət çəkirdim sağ ayağımda. Demək olar ki, hardasa 3 il idi. Ağrılar gəlirdi, gedirdi və mən o qədər də əhəmiyyət qoymurdum. Bu yaxınlarda həkimə getdim, məni MRT-yə göndərdi. 120 manatlıq iynəni vurdu. Ona rağmen mənim ayağımda bir həftə ərzində ağrı keçdi. Müvəqqəti ağrı başladı. Mən faktor 4-ü düz 3 gün içdikdən sonra, 3 gündən sonra təsirini mən həqiqətən də gördüm. Yəni özüm də şokdaydım. Cəmilə liderimə danışanda ki, yəni bu ağrımı tamamilə kəsib. Yəni davamlı hər gün qəbul edirəm. Yəni möhtəşəm. Görün necə tərkibli, yəni dəyər, almağa dəyər. Təbii ki, hər biri burada tövsiyə olunur. Və orada bir şey də marağımı çəkdi. Yəqin ki, orada qiymətlərlə, baxın, buradakı qiymətin fərqi də çox fərqlidir. Orada 19 dollar göstərir. Bəli, tək alanda 19.95-dir, amma dəstəkdə daha fərqli olur. Amma dəst şəkildə görün necə münasib. Yəni dəstə elə bir ki 11 dollardan düşür hamısı. Bəli, bəli. Və burada daha 2 məhsulu mən göstərəcəm. Baxın, bu 2 məhsulu da mən ayrı içəcəm. Çünki bir-birinə qarışdırmayacağım. O 3 məhsul ayrı, 2 məhsulu ayrı. Baxmayaraq dəst almışam. Amma hamını 5-ini bir yerdə içməyəcəm. Nəyə görə? Çünki maqneziumun tərkibində olan nələrsə, bu vitaminin də tərkibində olduğu üçün, yəni bir yerdə içməyəcəm ki, bədənim ona tab gətirə bilsin, belə deyim.
Ona görə mən maqneziumu saxlayıram. Birinci bunları bağırsaq üçün olanı və faktor 4, bir də multivitamini içdikdən sonra bu iki məhsulu içəcəm və bu da hər kəs streslə yaşayır. Bütün işimiz, gücümüz, yollar hardasa, yəni bir bayra çıxıb gəliriksə belə hər bir şey əsəbdir də bizim üçün, stresdir. Yəni bugün demək olar bütün insanlar beyinlə hər şeyi demək olar ki, idarə edirik deyə daha çox yorğun oluruq, daha çox stres yaşayırıq. Daha Doğrudur. çox əsəb keçiririk hər bir şeydə. Bugün yəni elə bir şey yoxdur ki, bizdə rahat şəkildə getsin. Adicə məktəblər də bugün, müəllimlər də uşaqlara dərs verirlər. Uşaq gəlir evə, insanın istər-istəməz əsəbləri gərginləşir. Dərsliklər çətin, hər bir şey çətinləşir ümumiyyətcə. Və baxın, bu maqnezium bütün o stresləri, o beynimizdəki o yəni ki, hər bir şeyi aradan qaldıraraq bizə mükəmməl bir rahatlıq, sakitçilik, lazımı qidaları, beynə lazımı qidaları baxın bu məhsuldan alırıq, bu maqneziumdan və eyni DK ikisi bir arada. Baxın mütləq DK ikisi bir arada olan bu məhsul, D vitamini mütləq hər birimizə lazımlı bir məhsuldur. Bu D vitamini əskiliyi olan insanlar, yəni zob xəstəliyinə tutula bilirlər, qalxanvari bəzi xəstəlikləri yarana bilir. Yəni bir çox xəstəliklər D çatışmamazlığından yaranır. Çünki D'nin əskiliyi, siz artıq bütün xəstəliklərə açıqsınız, belə deyim. Hər an hər bir xəstəlik sizi yaxalaya bilər, yəni Allah uzaq eləsin. Ona görə mütləq D vitamini daimi bizdə lazımdır. Yəni bizim bədənimizdə əski olmamalıdır. Necə Yəni ki, il boyu hətta yəni biz bütün ili uşaqlarımızı qəbul böyüdərkən, edirik o vitamini. bəli, uşaqları yayda çıxardırıq bayra, dənizə aparırıq, kürəklərinə günəş dəysin, D vitamini alsın ki, qışda sağlam olsunlar, düzdürmü? Amma indi gəlin görə özümüzə də bunu edə bilirikmi? Etmirik. Yəqin ki, çoxları burada etmir. Çox xanımlar gedib, yəni dənizdə günəşlənmirik biz. İndiki da günəş də o günəş deyil və əvvəlki günəş kimi də deyil. Ona görə hər birimizə bax bu məhsul lazımdır. DK və maqnezium. Bu iki məhsul bərabər şəkildə həm effekt mükəmməldir, həm qablaşmalar belə orijinaldır. Baxın, qablaşmalar. Bax bu məhsulları deməli bir həkim bu yaxınlarda bu məhsulları görmüşdü və çox bəyənmişdi. Həkim özü mənə aramışdı, özü mənə arayıb axtarmışdı ki, Cəmilə xanım, mən o şirkətlə qeydiyyatdan keçib və əməkdaşlıq etmək istəyirəm, çünki məhsullarınızı görmüşəm. Sadəcə bir dənə belə məhsulu mən yaxın bir adamıma vermişdim və özüm üçün almışdım keçən səfərlərdə və sonra həmən yaxın adamı gördüm, məndə istədi, verdim ona. Verdim ona və o həmən adam həkim kollektivini orada göstərir. Və inanın, həkimlər sadəcə bunun qablaşmasına belə artıq məhsulun necə bir məhsul olduğunun belə yəni ki, fərqində olublar. Ona görə xanımlar, yəni doğrudan da bu məhsulların həm qablaşması heç bir, yəni ki, zərərsizdir də. Harasa biz tullasaq da qabları, yəni heç bir yerə zərər vermir. Çünki qabları belə təbii şəkildə hazırlanır, nəinki daxilindəki məhsullar. Həm də ki, D vitamininin tərkibində, bunu da bu yaxınlarda bir həkimimiz qeyd etmişdi, Ramilə xanım demişdi mənə, bu da bir sevindirici haldır ki, D vitamininin tərkibində olan maddələr başqa D-lərdən 3 dəfə artıqdır. Düşünün ki, normal D-lər 20-30% olur, tərkibindəki maddələr, orta olanlar 100-120 və bizimkində isə səhv etmirəmsə Ramilə xanım nə qədər idi? 150 idi, 180 artıqlıq dərəcə tərkibində olan keyfiyyət. Baxın, düşünün ki, D vitaminimizin o qədər əri var. Ona görə həm D ilə K da bir yerdə içilməsi bizim elə bir ki, D-ni biz qəbul edirik, K isə K-nın burada etdiyi iş nədir? O D vitamini harda çatmırsa, yəni onu aparır yerinə qoyur da, belə deyək. Həmən K-la D-nin bir yerdə mütləq içilməsi. Əgər K yoxdursa, boş D içilirsə, sadəcə onu bir elə bil ki, kompres kimi udurub, heç bir xeyri nəticəsini belə almayacaq. Mütləq yanında D ilə K bir yerdə olmalıdır. Ona görə baxın, burada da şirkət yəni o qədər möhtəşəm. Düşünün ki, D ilə K məhsulu
11 dollar 99 sentə gəlib mənə. Elə 12 dollara. Yəni 12 dollara bu məhsul ikisi bir yerdədir. İkisi bir yerdə. Və həmçinin maqnezium da eyni qaydada. Və düşünün ki, bu beşli məhsula, bu hansı ki bu 5 dənə məhsula mən burada 60 dollar pul vermişəm. Düşünün 60 dollar. Sadəcə 100 neçə manat. İndi gəlin burada gedin bunları aptekdən soruşun. Gedin aptekdən soruşun. Bu beşli dəstə aptek neçəyə verəcək? Keyfiyyət yox. Bax aptekdəki məhsullar bilirsiniz, təəssüf ki belədir. Firma dərmanları baş alıb gedir. Biznes üzərində qurulan hansı ki şirkətlər var, bu məhsulların üzərində biznes qururlar. Baxın, Liqud bu məhsullar üzərində Liqud biznes qurmadığı üçün ona görə bu məhsulları həm keyfiyyətlə bizə təqdim edir, həm büdcəmizə qənaət edərək digər saytlarda bu məhsulu siz qat-qat baha görəcəksiniz. Burada isə digər saytlardan 70-75% endirimlə siz bu məhsulları əldə edəcəksiniz. Və bu bizim qida əlavələrimizin kiçik bir hissəsindən sizə cavanlaşmağı sevən, daimi gözəl qalmaq istəyən xanımlarımız üçün bu dörtlü möhtəşəm dəstdən danışacağım. Hansı ki xanımlar, bu dörtlü dəst tərkibi çox mükəmməl, yəni antioksidanlarla zəngin olunmuş, kollagen tərkibli, kök hüceyrə tərkibli olan bax bu dörtlü dəst bizim dərimizi həm cavanlaşdırır, həm gözəlləşdirir, həm siz ki hər gün yəni ki aldığımız nəfəs belə necə deyərlər, hava belə üz dərimizə çox ziyan edir. Çünki günəş şüaları zadı o qədər indi pisdir ki, yəni bu bizim dərimizə yəni təsir göstərir. Necə yeməklərimiz elədirsə, havamız da elədir. Yəni üz dərimizə belə qorumaq üçün mütləq baxın bu məhsullardan istifadə etməliyik gündəlik olaraq. Və ən möhtəşəmi bilirsiniz nədir xanımlar? Mən ümumiyyətcə mənim 45 yaşım var. Və mən bugünkü günə qədər 6 ildir mən İsveç brendi ilə çalışmışam və 6 ildə də İsveç brendinin məhsullarını istifadə etmişəm. Söhbət yoxdur. Klinik təsdiqlənmiş məhsullardır. Baxın belə. Amma fərq bilirsiniz bircə nədir? Bugün bu məhsullarda klinik sübut olunmuş məhsullardır. Bugün bu məhsullarda vegan məhsullardır, orqanik məhsullardır, təbiidir, tərkibləri kollagendir. Yəni bu məhsullar 50 dollara gəlib mənə. Düşünə bilirsiniz, bu dörtlü dəst 50 dollara. Və amma mən İsveç brendində bunu 300 manata alırdım. 300 manata. Bəli, keyfiyyət möhtəşəm idi. Keyfiyyətinə söz yoxdur. Amma qiymət baxımından, bugün Liqud yenə qiymət baxımından da, yəni keyfiyyət baxımından da öndədir və qiymət baxımından da görün nə qədər aşağıdır. Yəni 50 dollar 85 manat bu dörtlü dəstə mən pul vermişəm. Və bu dörtlü dəst burada indi bir-bir açıb göstərəcəm hər birinin nə üçün olduqlarını baxarıq bir yerdə. Və bu dörtlü dəst 300 manatara, 85 manatara. İndi özünüz baxın, düşünün. Ona görə, yəni inşallah mən bu məhsulu istifadə etdikcə sizlərlə nəticələri də bölüşəcəm. İlk bu vəziyyətimin şəklini çəkəcəm, indiki vəziyyətimin. Və sonra isə bir həftə, 2 həftə, 3 həftə olan gedişatları sizinlə bölüşəcəm. Baxın, bu yəqin ki tonikdir və bunların tərkibi haqda orada qeyd olunur yəqin ki. Yazılır, mən tam başa düşmürəm, amma orada kabinetdə bilmək olur. Bu tonikdir yəqin ki, düzdürmü liderim? Bəli, liderim, üz üçündə təmizləyici. Üzümüzü gündəlik sildiyimiz ən bizə lazım olan məhsuldur bu. Bax, bu bircə tonik. Əgər siz bugün, deyək ki, bunları almağa imkan yoxdur, ala bilmirsiniz, amma bunu mütləq alın. Tonik bizim üz dərimizi yeganə qoruyacaq bir məhsuldur. Və biz bu məhsulu gün ərzində səhər, axşam sadəcə pambıq. Və biz bu məhsulla ümumiyyətcə tonik üzümüzdəki silmədikcə, düşünün ki, necə olur yüz? Bir qabı yuyursunuz və qabı qurutmayın, qoyun ora. Səhər durun, görün qabın üstündə nə qədər ləkələr olacaq. Və düşünün ki, bizim üzümüz də elədir. Biz üzümüzü yuyuruq, elə bilirik üzümüz təmiz oldu. Yuduq üzümüzü tərtəmizdir. Amma biz üzümüzü siləndə, görün siləndə daha necə bir də üzünüzdə nə qədər yenə də kiləşlər olacaq.
Çünkü tonik üzü çok güzel şekilde temizleyir mesameleri, daha da hazır edir. Bakın diğer etaplara. Hansı ki bu etaplar burada belə bir məhsul da var. Bakın gəlin bunu da açaq. Yəqin ki bu məhsulda balzamdır. Hansı ki gündəlik nemlendirici balzamdır yəqin ki. Yani nemlendirici Bakın krem. orada qeyd olunur. Aha, Yani nemlendirici. nemlendirici Düz krem. dedim. Bəli, Parlaklık nemlendiricidir. verir. Güzel. Bəli, parlaqlıq verir, nemləndirir. Yəni xanımlar, üzümüzün nemləndirməsi yoxdursa, üzümüz tez qırışacaq, tez qocalacaq, vaxtından, zamanından tez göz altımıza qırışlar düşəcək. Yəni bunlar çox önəmlidir. Üzümüzü mütəmadi nemləndirək. Hər gün ərzində, yəni yay, qış biz mütləq nemləndiricilər istifadə etməliyik. Hələ də ki söhbət gedir Livgut'un möhtəşəm məhsullarından. Sonra burada belə bir məhsul da var, 2 məhsul. Səhv etmirəmsə bu bir məhsulun biri üzlərimizi 8 saat tarımlayıcı məhsul olmalı. Akım liderim Düzdür. hansıdır o? Bir de Sek- yakından gösterin. Baxın, Sarı olan. He. sarı olan nə içində orada qeyd olunub? O bir de kapağını açın. Kapağı necədir onun? Bütövdür yoksa biraz qalın. Belədir. Qapaq, He. qapaq belədir. Orada sarı bax burada ki Burada ortadakı deyil, ortadakıdır. Aha, bəli. Baxın, bu nə üçündür göstərir orada. bu derhal gençlik olandı. O Ani gənclik, tarımlayandı. deyirəm. Bəli. Ani gənclik, bu nə deməkdir xanımlar? Bu, yəni mükəmməl bir məhsuldur. Deməli, bunu mən bayaqları bir balaca yoxladım. Bunu deməli biz üzümüzə çəkirik və həm bu müalicəvi prosedurdur üzümüz üçün. Elə bir ki, botoks effekti verir də, tarım edir üz dərisini. Həm də 8 saat üzümüzü o şəkildə saxlayır. Düşünün ki, biz harasa gedirik və gündəlik rutinumuzu edirik həm də elə bunu çəkib bayra çıxıb üzümüzə nəsə, nə bilim, tonalni falan istifadə etmiş kimi üzümüzdə görünür. Yəni üzlərimizi daha da gənc, baxın ani gənclik proseduru olaraq biz bunu istifadə edirik. Yəni həm də ki üzümüzə mütəmadi olaraq tarım çəkdikcə üz dərisi artıq başlayır o şəkildə qalmağa. Yəni artıq siz ona kömək edirsiniz. Üz dərisinizə kömək edirsiniz ki, daha da gündəlik olaraq baxın, burada da göstərir şəkillərdə necə möhtəşəm bir nəticə. Və sonra burada bir belə rozovu məhsul da var. Rozov məhsul, gəl o haqqında da danışaq, çünki vaxtımız artıq bitmək üzrədir. Aha, Bu son rozovu məhsul da, 7 bu nə dəqiqəmiz üçündür qaldı. rozovu məhsul? Baxın, rozovu Bu da məhsul yaş olaraq əleyhinədir. Dərini yeniləyir. Elə bir ki, dərini cavanlaşdırır. balzamdır. Bu da super. Yəni bu da gündəlik, yəni üzümüzdəki məsamələri açaraq, qırış belə xırda qırışları belə kömək edərək mükəmməl şəkildə tərkibində kollagen tərkibi olduğu üçün, bəli, yaşıllıq əleyhinə çox möhtəşəm bir nəticə göstərən bir məhsuldur. Yəni demək olar ki, düzdür, məhsullarla danışdıqca bitməz, amma bacardığımız qədər 40 dəqiqəyə sığışdırmağa çalışdım bu məhsullar haqqında. Sizlərə məlumat verim və inanıram ki, nəticələr də təbii ki, mən özüm şəxsən sizlərlə bölüşəcəm və inanıram ki, necə ki, mən digər xanımlarda nəticələri gördüyüm üçün bugün ürək açıqlığı ilə bu məhsulları özümə almışam və qeyd etdiyim kimi mən allergik olduğum üçün hər məhsulu istifadə edə bilmirəm. Amma, yəni Livgut'un məhsulları və bir də baxın, bu CBD yağını deyəcəm. Bu CBD yağını mən bundan qabaq almışam, indi yox. Bu CBD yağını mən hər gün, baxın belə damcıdır, 1000 dərdin dərmanı, allerjik olan xəstələrin belə dərmanıdır. Bax belə 2 damcı sadəcə dil altına istifadə edirəm, sadəcə dil altına. Çox mükəmməl bir, sadəcə belə qəşəng nanə dadı verən mükəmməl bir məhsuldur. Yəni bu qədər demək olar xanımlar, bacardığım qədər sizə məlumatları ötürməyə çalışdım və inanıram ki, siz də hər biriniz bu məhsulları yaxından tanımaq üçün mütləq birinci özünüz alacaqsınız. Özünüz, yəni ürək açıqlığına alıb istifadə edə bilərsiniz, ailə üzvlərinizə tövsiyə edə bilərsiniz, istifadə edə bilərsiniz və inanın ki,
hər kəs də təşəkkür edəcək. Bu məhsulu kimə sunursunuzsa, hər kəs də təşəkkür. Demək olar vaxtımız artıq bitmək üzrədir. Bəli, 5 Əgər dəqiqəmiz var. suallar Suallara varsa, baxmaq. suallar varsa buyurun. Keçək suallara tez-tez. Aha, burada yazılıb göz ətrafı yoxdur. Baxın, bu məhsullar o qədər orqanik, vegan, təbii məhsullardır ki, bu məhsullar göz altına da çəkilir. Bax, elə mənim də marağımı o çəkmişdi. Göz altı biz adətən görmüşük ki, göz altı ayrı olur. Və bu məhsullar o qədər təbiidir ki, demək biz bu məhsulları göz altına da çəkə bilirik. Başa düşürsünüz bu necə möhtəşəmdir. Sızanaq və ləkələr üçün nəsə varmı? Baxın, bu məhsulların elə tərkibində bu tonik var. Ləkələri aparan bir məhsuldur. Yəni nə üçündür bu tonik? Gündəlik bizim üzümüzdəki sızanaqları, ləkələri günü-gündən ağardır təmizləmək üçün. Təşəkkür edirəm. Bəli, mən poçta vurmuşdum məhsulu, amma mütləq poçta vursaq da bəyannamə olunmalıdır. Bəyannamə olmasa məhsul bizə gəlmir, yəni istədiyimiz ünvana. Bugün mən onun problemini yaşamışdım, ona görə. Zeynəb xanım işlədir, ikinci dəfə alıb. Bəli, tam işlədiyim neçə vaxtdır bunlardır. Ay, nə gözəl. Asalqar firması 65 manatdır. Bəli, maqnezium çox bahadır digər firmalarda, digər yəni apteklərdə. Burada isə qat-qat, yəni 70-75% digər saytlardan endirimlə biz təmiz məhsulları almış oluruq. Sadəcə ayda $10 abunə olmaqla. Düşünün ki, abunə olub biz təbii məhsulları istədiyimiz cür, hər cürə endirim qiymətlə faydalanırıq. Aha, tərkibi olan vitaminlər, burada xanımı qeyd edib, bəli, bu multivitaminin tərkibidir, bəli, çox təşəkkür edirəm. Bəli, bağırsaq. Təşəkkür edirəm, hər birinizə xanımlar, təşəkkür edirəm və ümid edirəm faydalı oldu hər birinizə. İnşallah ki, hər həftə çalışacaq ki, məhsullarla bağlı sizə möhtəşəm nəticələri bölüşüm. Belə xanımlar, əgər başqa suallar yoxdursa, o zaman biz təlimimizi bitirək. Hər birinizə təşəkkür edirəm Cəmilə dinlədiyiniz xanım. üçün. Biz təşəkkür edirik. Növbəti- Gözəl məhsullar İnşallah. almısınız. Faydalı olsun, xeyirli olsun. İnşallah istifadə edin. Amin. Bir ay sonra fikirlərinizi mütləq bölüşərsiniz yenə bizlə. İnşallah. Çünki həqiqətən çox keyfiyyətlidir məhsullar və dönə-dönə də istifadə etməyinizi tövsiyə edirəm. Bir məhsul da olsa hər ay Mütləq. alın və onsuz da minimum 60 dənə olur məhsulların içində. Yəni bu minimum 2 ay gedəcək sizin məhsullarınız aldığınız. Ona görə də hər ay bir dənə, misal üçün bir ay heç olmasa D vitamini alın, bir ay kompleks alın, sonra maqnezium alın. Biraz bir də görəcəksiniz ki, bir il sonra orqanizminiz o qədər toparlayıb ki özünü. Yəni mən keçən aydan Faktor 4 aldım, evdə papada, mamada içdilər. Yəni özləri şokdadır ki, yəni bu dərman bizi deyir, başqa cür eləyib, deyir. Bu qədər virusların, xəstəliklərin fırlandığı dövrdə deyir, biz nə əcəb deyir, tutmadıq. Adətən çox həssasdılar da, yəni o dəqiqə şeydilər, o xəstəliklərə, viruslara qarşı. Sən demə deyir, biz onu ya vaxtında içmişik. Deyirəm ki, hə, yəni effekt göz qabağındadır o məhsulların. İnşallah mən özüm üçün də alacağam. Omega var onun tərkibində, yəni balıq yağı özünüz bilirsiniz ki, o da bədən üçün çox lazımlı məhsuldur. Onu qida ilə birlikdə əlavə içirsiniz, yəni ayrıca yox, yeməyin arasında içmək lazımdır. Bəli. Hamısının özünə görə möhtəşəm nəticələri var. Onun üçün də davamlı bu təlimələri eləyəcəyik. İnşallah mən də öz istifadə edəcəyim məhsullarla bağlı danışacağım sizə. Çox təşəkkür edirəm Cəmilə xanım. İnşallah ki, yenə sifariş edərsiniz, yenə bölüşərsiniz məhsulları bizdən. Hamı üçün uğurlu olsun, faydalı olsun, sağlam olun, live good'la birlikdə, gözəl yaşayın, sağlam yaşayın. Təşəkkür edirəm. İnşallah növbəti təlimdə görüşmək ümidi ilə. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə. Bay bay komanda.